Salam, hər vaxtınız xeyir olsun. Azedo Təhsil Portal və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan təhsilsiz verilişi ilə efirdəyik. Həmişəki kimi təhsilə dair ən aktual mövzuları, təhsil qruplarında, təhsil mediasında gedən mövzulardan bəhs edəcəyik. Efirimizin qonağı Elmin Nuridir. Elmin bəy, xoş gəlmisiniz. Xoş gördük hər birinizi. Çox doğru qeyd etdiniz ki, Məltəm xanım. Ötən həftə, elə bu həftənin ilk iş günü təhsil platformalarında, sosial şəbəkə hesablarında, ümumiyyətlə mediada bu sahə ilə bağlı ən çox müzakirə olunan bir neçə detala sizin də köməkliğinizlə toxunacağıq. Elmin bəy, onda elə biz ilk olaraq başlayaq. Keçdiyimiz gün Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışlarının birində qeyd etdi ki, əgər şagird oxumursa, biz onda müəllimə niyə maaş verməliyik? Bu zamanda maraqlı məqamlar ortaya çıxır ki, bəs həmin sinifdə oxuyan şagirdlə yanaşı oxumayan da şagird var. Yəni müəllim birinə öyrədə bilirsə, birinə öyrədə bilmirsə və yaxud da həmin şagird məsuliyyətsizdirsə, tamamilə dərsə diqqətsizdirsə, bunun günahını müəllimin üzərinə atmaq nə dərəcədə doğrudur? Buna görə müəllim niyə maaşsız qalmalıdır ki? Bu sual verməyiniz çox yaxşı oldu Məltəm xanım. Belə ki, ötən həftənin ən çox müzakirə olunan iki mövzusundan biri də məhz bu idi. Digər hansıdır, onu da toxunacağıq zaten. Amma nazirin elmi konferansların birində səsləndiyi bu fikir rezonans yaratdı. Amma bir söz deyim sizə, yenə tam səmimi deyirəm. Burada qətiyyən tərəflilik kimi anlaşılmasın, qətiyyən hansısa bir rəsmi qurumun mövqeyinin müdafiəsi kimi anlaşılmasın. Mən həm çıxışa, həm də onun mətninə tam şəkildə baxdım, tanış oldum. Orada və saytların bir neçəsi üçün də bacardığım qədər bunu təhlil etməyə çalışdım. Təbii ki, müəllimlərə qarşı deyilən nə ki bu fikir, ümumiyyətlə digər fikirlə biz razı ola bilmərik. Əgər o fikri qərəzlidirsə, əgər o fikir, necə deyim sizə, reallığa uyğun deyilsə. Amma burada məsələnin bir tərəfi deyilir, digər tərəfi isə ümumiyyətlə müzakirə olunan şəxslər tərəfindən unudulur. Bu mənim subyektiv yanaşmadır. Mən analiz etdim sadəcə. Nazirin bu fikri bu günə qədər ki, prosedurlar üçün və indi prosedurlar üçün deyil, gələcəkdəki məktəb və müəllim modeli üçün nəzərdə tutulub. Əmin ola bilərsiniz. Yenə deyirəm, mən bununla bağlı hətta məcbur olub bir böyük bir şərh də yazdım. İndi şərhin olduğu kimi səsləndirmək istəmirəm, vaxtımız da gedəcək, amma məcbur oldum, yəni əməlli başlı elə bir məqalə həcmində bir şərh yazdım mən buna. Razı olanlar da oldu, təbii ki, olmayanlar da oldu, olmayanlar daha çox oldu. Bu, biz yeni model, müəllim modeli və yeni məktəb modelindən danışırıqsa, burada artıq müəllimin üzərinə düşən funksiyalar daha da artır. Yəni, dünyanın ayaqlaşma, dünya trendlərindən, dünyanın müəllimi olan baxışdan ayaqlaşma missiyası burada irəli çəkilir. Və burada müəllim, yalnız fizikanı, kimyanı, ədəbiyyatı, tarixi tədris edən müəllim deyil, bu modelin müəllimi. Nazirin səsləndirdiyi dövrün müəllimi yalnız öz fənnini 1-45 dəqiqə içərisində deyib də sağollaşıb sinifdən çıxan müəllim deyil. Bu gələcəyin müəllim modelinə hesablanmış bir fikirdir. Bundan əmin ola bilərsiniz. Tam səmimi sizə deyirəm. Bu mənim subyektiv yanaşmam olduğu qədər də həm də obyektiv müşahidələrimin bir nəticəsidir. Oradakı bir müəllimin işi şagirdi formalaşdırmaq, onu şəxsiyyət meyarlarının tələbləri əsasında formalaşdırmaqdır. Mən Emin Əmrullayev, Elm və Təhsil Naziri, diqqəti ona yönəldir ki, məhz bu işi görə bilən şəxslər öz işinin başında olmalıdır. Ola bilsin kimlərəsə bir səhv görünüb, ola bilsin kimlərsə bunu real prizmadan qiymətləndiriblər. Amma mən inanmıram ki, Elm və Təhsil Naziri, hansı ki, özü elə müəllimlərin içində olmuş bir şəxs, birbaşa desin ki, kim dəstəyə bilmirsə, o şagirdə bilik vermirsə və ya şagird zəif oxuyursa, bunun nəticəsində o işdən uzaqlaşdırsa, onun maaşı kəsilsin. Bu, dediyim kimi, gələcəyin təhsil modelinin tələbləri başqa olacaq. Gələcəyin müəllim modelinin funksiyası başqa olacaq. Orada biz, yəni bizim üçün gələcəkdir ya bu. Yəni bu dünya təhsilində artıq praktikadan keçmiş bir, bəli, artıq tətbiq olunmuş bir məsələlərdir. Və mən düşünürəm ki, yəni yenə deyirəm burada, bəlkə də düşünmək istəyirəm ki, yəni buna hesablanıb. Tam səmimi sizə deyirəm. Məsələyə yalnız bir pəncərədən,
bir aspektdən baxmaq zamanı deyil. Bir təhlil, bir analiz, bir fikir subyekti, düşüncə subyekti məsələyə tam dolğunluqla baxmalıdır. Bəli. Və burada məsələn, adi bizim toxunacağımız mövzulardan biri nədən ibarət? O tam ştatlı müəllim, düzdür? Bəli. Tam ştatlı müəllim modelinin özü də gələcək müəllim modelinin bir başqa formasiyasıdır. Yəni, burada müəllim səhərdən axşama məktəbdə olur. O, bir yox, bir neçə funksiyada öz işini həyata keçirir. Sosial funksiya, fərdi konsultasiya funksiyaları, dərsə hazırlıq, pedaqoji işin təşkili və s. və ilə axır. Və bu dolğun şəkildə müəllim modelidir. Və bu dolğun şəkildə olan müəllim modeli təbii ki, dolğun şagird formalaşdıracaq. Və fikir də buna yönəlib. Amma yenə deyirəm, Binəyi qədimdən hər bir yerdə təhsilə biz kim zəif oxudu, Əli zəif oxudu, Məmməd əla oxudu, Vəli adında şagird yaxşı oxuyur deyənə müəllim uğurludur, nə bilim, Qulu adında şagird zəif oxudu deyənə müəllim uğursuzdur, yanaşmasından çıxmalıyıq. Təhsil açığı həm də bir seçim olmalıdır. Vallahi billahi təhsilin indiki yanaşması elə olmalıdır ki, biz məktəb daxilində zəif oxuyan bir şagirdə görə nə şagirdin özünü, diqqətlə buna istəyirəm ki, fikir verəsiniz, nə onun valideynini, nə də müəllimini qınaya bilmərik. Bu da onun seçimidir. Məsələn deyirəm, Məmməd adlı bir şagird oxumaq istəmir. Pedaqoji işlə təmasda olmaq istəmir. Təbii ki, hamı deyə bilər ki, necə ki, bizdə bir yanaşma vardır, hamı oxumalıdır, bəli. Oxumaq nədir? İnformasiya almaq prosesinin başqa formasıdır. Şəxsən mən kitabı da sevən insanam. Bildiyiniz qədərdən məktəbi və müəllimi də sevən bir insanam. Mən də istərəm ki, hamı kitabı oxusun. Amma kitabı sevməyən bir adamı da biz yox, məcburdan əlavə. Biz onu çıxdaş edə bilmərik axı. Tamam. O adamın fokus nöqtəsi bu deyil. Bir adamın fokus nöqtəsi parta deyilsə, o bacarığını başqa yerə yönəldəcək. Niyə görə? İnsan psixologiyası elədir. İnsan nəyisə qəbul etməsə, söhbət zehni baxımından gedir. İnsanın mədəsi, insanın orqanizmi qida qəbul etdiyi kimi və qəbul etməsə qala bilmədiyi kimi insanın zehni də nələrsə qəbul etməlidir. Məsələn, operaya qulaq asan, Qarayevə qulaq asan bir zehin, bir musiqi zövqü başqa şeyləri, deyək, bayağı musiqini qəbul etmir. Düzdürmü? Amma bunlardan tamamən kənar olan bir şəxs bayağıya qulaq asır. Niyə görə? Çünki bu onun zehni ehtiyacıdır. O da nəyəsə qulaq asmalıdır. Zehin tələb edir, zehin oğurluyur. Həmçinin bu uşaq da. Mən demirəm, bəli, kitabı sevmək hər kəsin borcudur. Amma insan, axı, məsələn, fizikanı, kimyanı oxumursa, biz bunu bir fərd olaraq çıxış edə bilmərik. Onun zehni başqa yerə fokuslanacaq. Söhbət yararlı məsələlərdən gedir. Bu idman ola bilər, musiqi ola bilər, peşə ola bilər və s. və ilaxır ola bilər. Biz buna görə də müəllimi qınaq obyektinə çevirə bilmərik. Bu qədər. Elmin bəy, başqa bir mövzuya da toxunmaq istərdim. Nazir çıxışında bu məsələyə də toxundu ki, deməli, növbəti ildən şagird sayı az olan məktəblərdə distant təhsil modeli tətbiq edilə bilər. Bu zaman biz bunu nəzərə alaq ki, artıq distant təhsilə keçmiş şagirdlər sosiallaşa bilməyəcəklər digər şagirdlər kimi. Bu halda sual yaranır ki, bu addım həqiqətən də həmin şagirdlərin rifahı üçünmü nəzərdə tutulub? Yoxsa Elm və Təhsil Nazirliyi qismən əlavə xərclərdən yaymaq üçünmü bu addımı atıb? Mən istərdim ki, əvvəlcə sizə təşəkkür edeyim ki, bu mövzuya qayıtdınız. Çünki ötən həftənin ən çox müzakirə olunan və medianın ən çox özünə çəkən mövzulardan biri də bu idi. Amma mən məsələyə həm də o rakursdan yanaşmaq istəmirəm ki, burada nazirliyin hər hansı bir məqsədi var, burada hər hansı bir nəsə gizlənir, yox. Ümumiyyətlə, məsələyə biraz genel baxmağı, ümumən başqa pəncərədən baxmağı mən təklif edirəm və istərdim ki, hörmətli izləyicilərimizlə bir yerdə məhz buna diqqət edək. Əvvəlcə biz baxaq, biz distant təhsilə hazırıqmı? Bu sual. İkinci, biz ümumiyyətlə distant təhsili bilirikmi? Məsələ bundan ibarətdir. Bəli, deyə bilərsiniz ki, pandemiya dövründə biz distant təhsilə sınaqdan keçdik. Mən deyərdim, keçmədik. Çünki pandemiya dövründə bizə distant təhsildən istifadə etmədik. O, dediyiniz distant təhsil deyil. O, məcburi şəkildə məsafədən təşkil olunmuş hansısa bir forma idi. Distant təhsilin özünün fəlsəfəsi, missiyası, metodikası tamam fərqlidir. Mən Danimarkada və Skandinav ölkələrində distant təhsillə bağlı yazılan kitabların PDF-dən tanış oldum. İnandırım sizi və birini almağa çalışdım.
Səhv etmirəmsə, deyəsən Danimarka idi. Orada distant təhsillə bağlı yazılan bir kitab 750 səhifəyə yaxın qalın bir kitab idi. Təsəvvür eləyin. Biz distant təhsil deyəndə nəyi nəzərdə tuturuq? Siz müəllimsiniz, monitorun o biri başında, mən şagirdəm monitorun bu biri başında. Siz danışırsınız, mən qulaq asıram. Vallahi elə deyil, billahi elə deyil. Distant təhsilin o qədər dərinlikləri var ki, heç bəlkə sinifdə ənənəvi tədrisdə o yoxdur. Məsələn, 10-13-cü dəqiqədə müəllim distant təhsil zamanı şagirdə fasilə verməlidir. Niyə məhz 13-cü dəqiqə? Kitablarda izah olunur. Distant təhsilin fəlsəfəsi var. Nəyə görə? Bir şagird zehni, azyaşlının zehni müəyyən bir yerə fokuslananda o artıq 13-cü dəqiqədə yorulur. Və burada artıq müəllim dövriyyəyə girməlidir başqa rakursdan. Müəllim deyək kimyadan dərs deyir, düzdür, onlayn, yaxud da ki, tarixdən. Müəllim elə 45 dəqiqə ilə monitorun o bir arxasında ancaq dərsi danışsa, mövzunu danışsa, o informasiyanı şagirdə ötürə bilməyəcək. Onun çox ciddi psixoloji məsələləri var. Nə etmək lazımdır ki, monitorun o biri başında, məsafənin o biri tərəfində olan şagirdin diqqətinin fokuslanması daha olsun və diqqətin paylanması baş verməsin. Distant təhsil diqqəti paylayır. Mən hələ o detallara toxunmuram. Biri kameranı söndürürdü, biri nə edirdi. Onlar inanın ki, xırda və cılız məsələlərdir. Baxmayaraq ki, bunlar da var. Mən normal təhsil qanunlarından danışıram. Distant təhsildə nələr insan beyninə işləyən mexanizmlərdən danışıram. Müəllim nə etməlidir ki, bu onlayn informasiya, məsafədən deyilən informasiya şagirdə olumlu şəkildə, praktiki şəkildə çatsın. Və bunun işləri var. Mən indi soruşuram, biz buna hazırıqmı? Bizim müəllimlərin neçə faizi buna hazırdır? Özdə harda? Həmin bu şagird sayı az olan məktəblərdə. Biz buna hazır deyilik. Bunu keçirikmi buna? Onsuz da biz buna nə zamansa keçəcəyik. Çünki dünya təhsilinin tələblərindən biri budur. Düz, dünya təhsilinin gələcək üzünü hibrid təhsil formasında görürlər. Yəni, həm məktəb yaşayacaq, ənənəvi təhsil, sosial bir mühit, həm də onlayn. Çünki dövr budur artıq. Hibrid təhsil. Biz nə rəqəmsal təhsilə tam görə bilərik, nə də ki, klassik təhsili. Hibrid təhsil. Hibridin də bir forması 50%-i budur, düz deyilmi? Məsələn, bunun üçün ən azı həmin müəllimlər üçün təlimlər keçirilməlidir. Xaricdən mütəxəssislər cəlb olunmalıdır. Bizdə varsa lap yaxşı. Mən bilmirəm nə dərəcədə var ya yoxdur, lap yaxşı. Distant təhsilin metodikasını, praktikasını düzgün şəkildə tədris edə bilən mütəxəssislər gəlməlidir. Və onların vasitəsilə biz öz mütəxəssislərimizi hazırlamalıyıq əvvəlcə. Sonra həmin mütəxəssislər, həmin bizim ayrı müəllimlərlə təmasda olmalıdırlar. Monitorinqin keçirməlidirlər. Onlarla praktiki bir məşğələlər aparılmalıdırlar. Bəli. Birdən-birə siz heç zaman onlayn, əsl distant təhsilin gedirik. Baxın, indi hamı deyəcək ki, bu nə danışır? Biz bəyəm distant təhsil bilmirik. Mən deyirəm ki, vallahi, billahi distant təhsil ayrı şeydir. İndi bizim xüsusən hazırlıq keçən müəllimlərimiz var. Məsələn, təlimçilər, biri kurukulum təlimçisi oturub Bakıda, nə bilim, rayonların birindən, Tovuzdan, Lənkərandan öz təbirincə desək, müdavimlər qoşulur. Bu distant təhsil deyil. Bu distant təhsilin elementindən istifadədir. Distant təhsil özünün pedaqoji funksiyasından başqadır. Düzdür, biz burada təhsilin mühitini itiririk. Amma təhsilin sürətini qazanırıq. Və burada onun təhlükəsi tərəflər nələrdir? Mən sizə deyim. Şagird bayaq dediyiniz kimi sosial mühiti itirir. Məktəb təkcə kərpicdən, daşdan ibarət bir yer deyil. Məktəb bir energetik auradır. İnformasiyanın dolaşdığı, müəyyən bir əxlaq qaydalarının, müəyyən bir intellektual qaydaların olduğu bir mühitdir. Mühit insanın zehni qidalandırır. Bayaq dediyimiz zehni qidalanma mexanizmi dedik. Bax, şagird bunu itirə bilər, bu təhlükədir. Müəllim elə mahiyyət yaratmalıdır ki, bu itməsin. Bu birinci təhlükə. İkinci təhlükə. Şagird informasiyanı alsa da onu emalında gecikə bilər. Çünki ümumiyyətlə həmişə bir mühitdə informasiyanı almağa öyrəşmiş bir beyin rəqəmsal bir çevrədə bunu axsada bilər. İnformasiyanı almaq və onu emal etməmək üçün başqa adı əzbərləməkdir, düzdür? Biz niyə görə dedik orta bir əzbərləmək? Çünki bir şeiri, bir mətni, düstur əzbərləyirik, amma o bizdə emal olunmur. Ona görə də qısa müddət yaddan çıxır gedir. Deməli, bizim şagird mövzular və mövzular çoxluğunu getdikcə unuda bilər distant təhsildə. Bu ikinci mənfi tərəfi. Üçüncü tərəfi. Şagird psixologiyasında özünü təcrid mexanizmi yarana bilər. O, həmin bu sosial dünyanı görməyəndə, intellektual mühiti yaşamayanda özünə qapanma baş verə bilir. Bəli, özünə qapanan bir psixologiya isə informasiyanı ümumiyyətlə qəbul etmir.
Onun öz dünyası olur. Bəzən deyirlər şagirdin öz dünyası var. Otur belə arxada, elə deyirsən, onun dünyasına bir daxil olur. Onu sən öz dünyasına çəkə bilməmisən. O öz tədqiq mühitindədir. Tədqiq mühitindədir. Və bu onlaynda daha çox ola bilər. Təhlükəli tərəfləri çoxdur. Biz bunlara keçəcəyiksə, birinci bu məsələləri nəzərə almalıyıq. Əgər almasaq, sizə deyim ki, bunun təhlükəli tərəfləri çox ola bilər. Tamam, deməyə razıyam, deyilir. Distant dərslər keçəcəyik, lazımdır, bu. Amma bu biz bunu bilirikmi və buna hazırlıqmı? Necə hazırlıq? Bayaq dediyim məsələlər olacaqmı? Onlara nəzər etmək lazımdır. Təşəkkür edirəm. Elmin bəy, istərdik ki, keçən həftənin yenə aktual mövzularından birinə toxunaq. DİM sədri açıqlamalarının birində qeyd edib ki, təhsil ekspertləri məsələsinə biraz toxunub və qeyd edib ki, özünü təhsil eksperti adlandıran şəxslər əvvəlcə 10 illik təcrübəyə malik olmalıdır, sıravi işlərdən başlayaraq müəyyən pillələr keçməlidir. Yalnız ondan sonra özlərini təhsil eksperti adlandıra bilərlər. Maraqlıdır ki, siz mövzuya necə yanaşırsınız, mövzuyla bağlı nə düşünürsünüz? Təhsil ekspertlərlə bağlı məsələlər ümumiyyətlə hər zaman ciddi müzakirəyə çevrilib. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri, hörmətli Məlikə xanım Abbaszadənin də mən müsahibəsini həm oxudum, həm də dinlədim başqa platformalardan və razılaşdığım məqamlar çoxdur. Amma ona toxunmamızdan qabaq əvvəlcə bu ekspert məsələsinə toxunaq. Burada məsələ iki qrupa bölünür. Var özünü məqsədli şəkildə ekspert adlandıranlar, var təhsillə bağlı fikir və düşüncələri ilə aktiv çıxış etdiyinə görə media tərəfindən, layiq bilən şəxslər tərəfindən ekspert kimi dəyərləndirilənlər. Bu məsələnin bir tərəfi. İkinci tərəfi. Bu gün burada da aparmalıyıq Məltəm xanım. Bu nədən ibarətdir? Bu yenə iki qrup yaranır. Baxın. Ümumiyyətlə təhsil ekspert anlayışını bir kənara qoymaq lazımdır. Bu belə bir ştat vahidi yoxdur. Belə bir dərəcə yoxdur. Belə bir ümumiyyətlə nəsə yoxdur. Təhsil mütəxəssisi ola bilər. Təhsil tədqiqatçısı ola bilər. Təhsil meneceri ola bilər və təhsillə bağlı hər hansı bir konkret bir detalın profesional kadrı olmaq olar. Amma və lakin, ekspert anlayışı sadəcə olaraq nisbi bir məsələdir. Çox nisbi bir məsələdir. Və mən çox təəssüf edirəm ki, bu bəzən çox yanlış yerə yozuldu. Baxın, Məlikə xanım Abbaszadənin sözünün gerçəkliyi indi ola bilsin çox da bilinməyəcək. Bu nə vaxt bilinəcək? Bu bilinəcək, tam əminliklə sizə deyirəm. Qəbul imtahanları başa çatıb ixtisas seçimi başlayanda. Bu zaman, tam əminliklə sizə deyirəm, TikTok və Instagram başda olmaqla Facebook'un biraz algoritmi zəifliyib deyən ona çox da meyil etmirlər. Facebook, Telegram, YouTube üzərindən çox sayda şəxslər, bunlar kursda işləyirlər. Eləsi var ki, təhsil aidiyyatı yoxdur. Adam ixtisas seçimi edirlər. Maklerdir, bəli. Tam səmimi deyirəm, mən tanıyıram. Adam, mən demirəm, o da bir peşədir. Onun da öz biliciləri olmalıdır, təbii ki. Adam satıcıdır. Fikirləşir ki, mən bu platformadan istifadə edə bilərəm. 10 günlük bir müddət onsuz da cəlb edim, pulumu qazanım. Nədir ki, nə var ki, bunu eləməyə? Hamı belə fikirləşirlər. Və onlar özlərini cəlb etməkdən ötəri ekspert kimi təqdim edirlər. Aralarında eləsi var ki, elələri var ki, hətta tam səmimi deyirəm. TikTok üzərindən bir sualın cavablandırılmasına belə xeyli sayda pul istəyir. Tam səmimi deyirəm. Bir valideyndir, uşağına görə narahatdır. İndi bunu güya müəllim bilir. Əvvəla valideynlərə günah var ki, araşdırmır ki, kimdən nəyə soruşmaq lazımdır. O da bilmir. Nəyə görə? Çünki bu gün dünyanın əsas silahı diqqətdir. O deyirlər, informasiya silahı, bu. Dünyada bütün silahlar az qala zələsirləşib, bir dənə diqqət silahı qalıb. Bu günləri və diqqət nədir? Auditoriyası böyük olan şəxs həmin diqqət silahı ilə çox şeyi manipulyasiya edə bilər. Cristiano Ronaldo idman konfransında, mətbuat konfransında Coca-Cola'nı kənara qoymaqla xeyli sayda minlərlə, bəlkə milyonlarla insanın fikrini dəyişmiş oldu. Publika var çünki. Və publikası olan bir şəxs çox asanlıqla manipulyasiya etmək qabiliyyətinə malikdir. Və bu ondan özünün maddi gəlir əldə etmək, kommersiya maraqlarını oynadır. Belə insanlar var. Biz elə düşünməyək ki, Məlikə xanım bu fikri təhsil məsələn. Və həmin insanlar sizin bildiyiniz insanlar deyil. Tamam, sizin bildiyiniz deyəndə mən nəyə nəzir? Jurnalist olaraq
gün ərzində, həftə ərzində çoxsaylı təhsil mütəxəssisindən danışırsınız da, düzdür? Onlar sizə açıqlama verirlər, mövzuların şərhini verirlər. İndi istəsəniz geniş müsahibədə alırsınız onlardan, öz seçiminizdir. Məsələ tək onlara deyilmir axı. Məsələ ümumiyyətlə bəlkə heç onlar nəzərdə tutulmur. Tam səmimi sizə deyirəm. Onlar arasında tam səmimi deyirəm, ən azından təhsili, öz vaxtını təhsilə sərf edən insanlardılar. Çünki onlar bu işdən gəlir qazanmırlar, açıq deyim sizə də. Onların bu işə hansı bir maddi marağı yoxdur, kommersiya planları yoxdur. O ekspertlər bu gün TikTokda, Instagramda yatan təhlükəli simalardılar. Biz məsələni bunların üzərində yönəldək. Tam səmimi sizə deyirəm. Mən oxuyuram ki, bizim bu, necə deyim ki, mediada aktiv olan dostlarımız yazırlar ki, yox, mən bundan razı deyiləm, mən bundan fikrim başqadır. Qardaşlar, ay bacılar, məsələ tamam başqa cürədir. Axı, özünüz gözəl bilirsiniz ki, burada aləm bir-birinə dəyib. Tam səmimi sizə deyirəm. Xüsusən bu iki böyük platformada cəmaət əməlli başda açıq alverlə məşğuldular. Tam səmimi sizə deyirəm. Özü də olmazın dərəcədə. Bu ixtisas seçimi ilə bağlıdır, bu nələrlə bağlıdır. Bu adam özü təhsilə aidiyyatı olmayan bir şəxs, indiyə qədər təhsilə bağlı bir vərəq yazısı olmayan bir şəxs elan yazır ki, mən müəllimlər üçün təlim keçirəm. Ay, yaxşı görək. Qəbul prosesindən xəbər olmayan bir şəxs görür ki, artıq sezon, üzr istəyirəm, amma bu mütləq deməliyəm ki, çünki bu bazar jargonlarında belə işlənir. Sezon gəlir, biz də bunu etməliyik. Yəni, bu Dövlət İmtahan Mərkəzi təbii ki, bunları araşdırır və görür ki, vəziyyət bərbaddır. Burada bu nəzərdə tutulur. Biz elə başa düşməyək ki, yəni, üzdə olan, yəni təhsillə bağlı problemə toxunan şəxslərdir burada. Yox. Onlar çox az bir kəmiyyətdir. Böyük kəmiyyət başqa yerdədir. Tam səmimi sizə deyirəm. Onlar hələ sakitdirlər. Onlar yanvar-fevraldan sonra özlərinin vaxtını gözləyirlər. Tam səmimi sizə deyirəm. Yanvar-fevralda, çünki qeydiyyat başlayacaq. Əvvəlcə burada işə düşəcəklər ki, biz sizin üçün, nə bilim, qeydiyyat eləyirik. Başım düşmədim. Qeydiyyat belə ürəyin yanır. 5 dəqiqəli bir video hazırla. Denən ki, qeydiyyat bu cür aparılır da. Heç ona da ehtiyacı yoxdur. Demin saytı hər yerdə qeydiyyatın qaydaları var. Onu 50 manatdan onu eləyirlər. Təsəvvür eləyin. Valideynlər də ucdan tutuma müraciət eləyir. Qeydiyyatdan sonra artıq ixtisas seçimi pulun iyi gəlir axı. İxtisas seçimini ilə bağlı artıq özlərinin bron siyasətini həyata keçirirlər. Bronla indidən rezerv eləmək. Güya nə var ki, 20 manat endirim eləyəcəklər. Və bunlar təhsil eksperti adı ilə özlərini sırayırlar cəmaata. Üzr istəyirəm ifadəmə görə. Və bu olmur. Baxırsan ki, yəni tam səmimi sizə deyirəm, yəni təhsillə bağlı bir yaxşı, hər hansı bir kursda repetitor eləyən bir şəxsin özünə təhsil eksperti adlandırmaq haqqı yoxdur. Tam səmimi sizə deyirəm. Repetitor edirsən, çörəvi qazanırsan, biraz da bərəkətli olsun. Bu sənin işindir, sən xidmətini təklif edirsən. Amma özünü daha böyük müstəvidən, kommersiya maraqlarına görə göstərmək olmur. Bu qıraqdan görünür. Və görünəndə də rəsmi tərəfdən də, rəsmi şəxslər tərəfindən də narazılıqla qarşılanır. İstəyir nazir olsun, məsələn, briefingdə deyilmişdi də. İstəyir Məlikə xanım Abbaszadə olsun, Sabiqin başqa bir şəxs olanda cəmaət onları qoyur. Rəsmi şəxslərə deyir ki, niyə belə dedi? Axı, məsələnin görünməyən tərəfləri də var. Sizin pərdənin arxasından xəbəriniz yoxdur. Bəzən elə ekspertlər buna iradla bildirdilər ki, bunlar pərdənin arxasına əla bilirlər. Tam səmimi sizə deyirəm. Tam səmimi. Abituriyenti 10 dəqiqə yola salmaq nə deməkdir? Həmin ixtisas adını ekspert qoymuş şəxslər. 10 dəqiqəyi təsəvvür edirsiniz, abituriyentsiniz Məltəm xanım, və olmuşsunuz abituriyent. Mən də abituriyent olmuşam. 2 il hazırlaşmışıq. Fevral bilməmişik qışda, qar bilməmişik. Yayın cırxacında susuzluq bilməmişik. Müəllim yanına getmişik, zülm çəkmişik. Valideyn bizdən 5 dəfə çox zülm çəkib, maddi və mənəvi. İmtahanlarda nə zülm çəkmişik, psixoloji, onu hələ demirəm. Valideyn nə çəkib, onu hələ demirik. Və bütün bu proseslərin sonunda adam bizə 10 dəqiqə vaxt sərf eləyir. 10 dəqiqə bunu edir, apar, yanında kimsə var ki, köməkçidir güya. Aparın bunu kompüterdən keçirin. Bu nə deməkdir? Valla bunlarla bağlı hələ yüngül danışılır. Tam səmimi sizə deyirəm. Təşəkkür edirəm fikirlərinizə görə. Elmin bəy, son olaraq bir mövzuya da toxunmaq istərdim. Elə keçdiyimiz günlərdə Müttanın direktor müavini Vəfa Yaqublu açıqlamalarının birində qeyd edib ki, müəllimlər üçün tam ştatlı iş rejimi tətbiq edildiyi təqdirdə eyni fənni tədris edən bir neçə müəllim yer dəyişmə edə biləcək. Yəni bir-birlərinin siniflərində
müəllim kimi fəaliyyət göstərə biləcəklər. Bu model nəzərdə tutulan mexanizmlərdən biridir. Tam ştatlı müəllim modelinin nəzərdə tutulan mexanizmlərdən biridir. Bu zaman sual yaranır ki, eyni fənni tədris edən müəllimlərin siniflər arası planlı şəkildə yer dəyişməsi onların peşəkar inkişafına necə təsir göstərəcək? Tamam. Vəfa xanımın, yəni mübtədanın sədri müavini Vəfa xanım Yaqubun fikrindən mən tanışam, oxudum. Əvvəlcə bir söz deyim sizə və bunu tam əmin ola bilərsiniz. Siz də, izləyicilər də. Ümumiyyətlə, nazirin özü, rəsmi tərəflər, başqa rəsmi şəxslər tərəfindən deyilən sözlər tam əminliklə deyirəm sizə. Çünki o prosesləri özüm də izləyirəm. Yəni, dünya təhsilində hazırki trendlər var, onlara hesablanmış fikirlərdirlər. Yəni, dünyada yaxşı nə var, biz bunu tətbiq edə bilirik. Bax, budur, tam səmimi sizə deyirəm. Və mübtədanın sədri müavinin dediyi fikir də onlardan biridir. Necə? İndi əsaslandırmağa çalışacağam. Dünya, xüsusən ibtidai təhsil segmentində, məsələn, bəzi beginning school dillərdə, yəni erkən təhsildə artıq belə bir yanaşma gedir. İndi bizdə bunu bəzi özəl məktəblər tətbiq edirlər. Nədir? Biz dövlətdə necə bilirik? Siz də məktəbdə oxumuşuq, indi əlaqəmiz var da. 4 il ərzində bir ibtidai sinifə bir müəllim dərs keçir. Uzaqbaşı o musiqidir, digər müəllimlər dəyişir də, xarici dildir. Bəli. Onu hamımız bilirik, yəni mən təkrarlamıram. İbtidai sinif müəllimlərimizə bir hörmətimiz var. İbtidai sinif müəllimlər əsas dərsi onlar apardılar. Amma dünya trendində də indiki özəl məktəb, hamısını yox, bəzi özəl məktəblərimiz nə edirlər? Bir sinifə, bir ibtidai sinif müəllimini bir sinifə məhkum etmirlər. Deyək ki, siz ibtidai sinif müəllimisiniz, xanım olaraq, heç vaxt deyək ki, bir A siniflərin adı var da, 1A-ya 3B. Ancaq orada qalıb bütün həftə dərsi keçmirsiniz. Siz bu günləri proqramla bir A-dasınız, sabah deyək ki, 2B-dəsiniz. Proqram dəyişir. Bu nəyə görədir? Müəllim həm yerində saymasın, həm fərqli şagird qruplardan işləsin, həm fərqli proqramlarla özünü gəlişdirsin, üstəgəl prosesi gəlişdirsin. Yenilik olsun. Onu hesablayırlar ki, ola bilsin bir müəllim və bir şagird eyni simalardan yorulmuş olsun. Düzdür, biz həmişə necə görmüşük? Bizdə 4 il ərzində bir müəllim dərs keçib, uzaqbaş o harasa işləməyə gedəndə, işdən çıxanda və yaxud da ki, bəli, kimsə onu əvəz edib. Yəni 4 il hamımızda bu dəqiqə ibtidai sinif müəllimlərimizi gözəl xatırlayırıq. Açıq deyim sizə. Amma artıq yanaşmalar dəyişib. Mən sevinirəm ki, bizdə bunu ən azı bir, necə deyirlər, bir pilot olaraq olsa tətbiq olunur, bəli. Dövlətdə yox, dövlətdə tətbiq olunmur. Elə az öncə dediniz ki, bəli, mübtədanın rəsmi şəxsi bunu ideya olaraq indi deyir. Bu rəsmi bir qərar deyil. Biz elə bilmirik, bu rəsmi şəkildə qəbul olunacaq yoxsa yox. Biz elə bilmirik ki, bizim dövlət məktəblərimizdə də bu sistem olacaq yoxsa yox. Amma biz velosipedi icad etmək fikrində deyilik axı. Bu onsuz da var. Dünyanın uğurlu təhsil strategiyalarından biri kimi qəbul olunur. Bəli, bu hələ ibtidai segmentdə, digər segmentlərdə dediyiniz kimi. Məsələn, bizə riyaziyyatdan dərs deyən müəllim elə bütün il boyu riyaziyyatdan dərs deyəcək. Olur ki, bir müəllim 5-dən 11-ə qədər eyni sinif riyaziyyatı deyir. Bu gün də biz də, siz də sevimli müəllimlərimizi xatırlayırıq ki, bizə bir neçə il dərs keçiblər. Hamısının hörmətimiz var. Amma məsələ hörmətdən, məsələ nədənsə getmir. Məsələnin psixoloji tərəfləri başqadır, məsələnin fəlsəfəsi başqadır. Tam səmimi sizə deyirəm. Deyə bilərsiniz ki, kimsə deyə bilər ki, yox, bir müəllim bir sinifi yetişdirib yaxşı. Və uşaqlar ona öyrəşiblər. Və həmin müəllim orada qalmalıdır. Çünki müəllim orada işləmək daha asandır, öyrəşib uşaqlara. Həmçinin uşaqlar müəllimi öyrəşiblər. Yaxşı. Məsələn, razı. X müəllim bu uğuru Y sinifdə göstərdi. Yaxşı. X müəllimin ancaq Y sinifdə qalması digər A, B, Z-ə mənfi təsir edirmi, yoxsa etmirmi? Edir deməli. Mübadilələr olmalıdır. Bu, müəllimlərin mübadiləsi deyil. Sevinç müəllimin yerinə, nə bilim, Fəridə müəlliməni gətirir. Onun yerinə bunu gətirir. O məsələ deyil. Məsələ informasiyanın ötürülmə bacarığını, məsələ təcrübələrin mübadiləsidir. Məsələ başqa bir pedaqoji bilgilərin mübadiləsidir. Belə olanda şagird daha çox şaxəli düşünə bilir. Düzdür, adaptasiya problemi ola bilər. Elə adam var ki, ancaq birini öyrəşə bilər. Yəni, biz nədənsə qorxmamalıyıq, tam səmimi sizə deyirəm. Bu, belə olub deyənə, belə qalmaq məcburiyyətinə deyil. Əmin olun bu da. Başa düşürəm, biz Sovet təhsildən çıxmış
məktəblərin yetirməliyik. Mən 90-larda, siz 2000-lərdə və məndən əvvəlkilər 80-lərdə başa düşürəm bunu. Amma biz məcbur deyilik axı burada qalaq. Dünya təhsilində elə şeylər baş verir ki, heç olmasa 10%-ni gətirək də. Və bununla bağlı, bu yeniliklərlə bağlı fikir səslənəndə cəmaət bunu qəribə, necə deyim ki, qarşılayır. Başa düşürəm, hər kəsin öz işi var. Bir valideyndir, zəhmətkeş insandır. Onun yeganə istəyi odur ki, uşağı uğurlu olsun. O təhsillə bağlı incəlikləri bilmək burcun məcburiyyətində deyil. Amma problem ondan ibarətdir ki, bu cür incəlikləri izahı informasiya qaraguruhluğunda itirib atır. Tam səmimi deyirəm. O qədər ki, belə süni küy yaradılır. Ay, yox, bunlar nə danışırlar. Və bunların içərisində bu lazımı olan izahatlar da itirib atır. Tam səmimi deyirəm. Məsələn, mən onu xahiş etmək istəyirəm ki, bu cür ideyalar, təkliflər veriləndə onların izahı da daha anlayışlı şəkildə təqdim olunsun. Çox təşəkkür edirəm fikirlərinizə. Buyurun, mən təşəkkür edirəm. Müzakirəmiz oldu. Azedu Təhsil Portal və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan Təhsilsiz verilişi ilə efirdə idik. Bu gün də ən aktual mövzuları, sosial mediada yayımlanan müzakirə mövzusu olan mövzular barədə biraz bəhs etdik. Ümid edirik ki, sizlər üçün də yararlı olduq. Görüşənədək.